İndi deməli HoloLens'in istehsal elədiyi Astra P1 kamerasıdır. Deməli bu Astra P1 kamerası nə edir? Bildiyimiz bir PTZ kameradır. Onun altında özünün belə deyək ki, motoru var. O 360 dərəcə fırlana bilir və 360 dərəcə fırlanmağı ilə bir yerdə bu kamera içində AI tracking modulundan istifadə edir. Bu AI tracking modulu nə deməkdir? Yəni siz ona tanıtdırdığınız, məsəl üçün səhnənin qabağına tutaq ki, qoymusunuz və həmin səhnənin qabağına qoydunuz, çıxış eləyən bir adamı izləməyini seçdiniz. Bu canlı yayın getdiyi müddətcə həmin adamı izləyəcək və onun kameranın öz bucağından çıxmağa qoymayacaq heç vaxt. Və kamera özü 4K, belə deyək ki, ötürmə qabiliyyətinə malikdir. O kameranın da özünün əlavədən bir pultu olur, ya da ki, Blackmagic'in məsəl üçün bəzi pultları var. O pultlar əsasən Blackmagic'in kameraları ilə daha yaxşı işləyir, amma onları digər kameralara da qoşmaq mümkün olur, PTZ kameraları. Kameraya qoşursan və artıq sən pultdan kameranı idarə edə bilirsən. Çox yerlərdə var, çox yerlərdə bu formada istifadə olunur. Nə xeyri ola bilər bizim üçün? Əlavədən adam aparmamaq üçün bəzi yerlər olur, tutaq ki, orada tədbir müddətində biraz çətin olur əlavə adamı yerləşdirmək. Ya müştəri özü istəmir, deyir ki, yox orada operator dayanmasın, əlavədir və ya da ki, sən məsəl üçün özün apara bilmirsən, əlavə bir adam aparmaq istəmirsən, giriş çətindir, hər adamlara fərqli icazələr alınmalıdır. O zaman istifadə oluna bilər.